Saat 05:50-dir. 10 dəqiqə sonra sərhədçi əsgərlərə qalx komandası veriləcək. Əsgərlər yuxudan durduqdan sonra səhər idmanına yola düşürlər. Səhər idmanı hər bir sərhədçinin fiziki gücünü, çevikliyini və dözümlülüyünü artırır. İdman prosesi yekunlaşdıqdan sonra sərhədçilər yeməkxanaya üz tutur. Əsgərin sağlamlığı və xidmətə hazırlığı düzgün qidalanmadan başlayır. Burada əsgərlər gündə 3 dəfə qidalanır. Qida rasionunda yeməklərin balanslı, eyni zamanda keyfiyyətli olması daim diqqət mərkəzindədir. Sərhədçinin xidmətində nizam-intizam və sıra hazırlığı xüsusi əhəmiyyət daşıyır. Sıra hazırlığı hərbi qulluqçuda dəqiqlik, çeviklik, intizam və komandaya düzgün əməl etmək bacarığını formalaşdırır. Hərbi dərslər sərhədçinin peşəkar hazırlığının əsasını təşkil edir. Bu dərslər zamanı şəxsiyyət, bilik və bacarıqlarını artırır. Verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirməyi öyrənir. Xidmət zamanı sərhədçilərə atlar və itlər yoldaşlıq edir. Atlardan xidmətin daha çevik formada təşkili, itlərdən isə sərhəd pozuntusunun aşkarlanmasında xüsusi iyi bilmə qabiliyyəti üçün istifadə olunur. Vətən sərhəddən başlayır deyirlər. Məhz bura vətənin başladığı nöqtələrdən biridir. Azərbaycan sərhədini qorumaq isə Azərbaycan əsgərinə əmanətdir. Bu əmanəti qorumaq isə vətənə xidmətin ən şərəfli formalarındandır. Dövlət sərhəd xidmətində xidmət böyük məsuliyyət və yüksək intizam tələb edir. Sərhədçi hər an ayıq-sayıq olmalı, sərhəddə istənilən hadisəyə hazır dayanmalıdır. Bizim əsas vəzifəmiz dövlət sərhədinin toxunulmazlığını təmin etmək, vətənimizin sərhədlərini etibarlı şəkildə qorumaqdır. Bu xidmət sadəcə bizim üçün vəzifə deyil, vətənimizin qarşısında şərəfli borcdur. Dövlət sərhədi kameralar vasitəsilə də müşahidə olunur. Dastav növbətçisi. Mən. 18 sayılı 2 nömrə şübhəli şəxsin müqabili ölkə istiqamətdən Azərbaycan Respublikasının doğru hərəkatı müşahidə olunur. Oldu. Zaman baş edilən 18 sayılı 2 nəfər şübhəli şəxsin müqabili ölkə istiqamətindən Azərbaycan Respublikasına doğru hərəkatı müşahidə olunur. Dastav sıraya. Dövlət sərhədi pozulduqda sərhədçilərin fəaliyyəti icra edilir. Bu şərtidir, lakin sərhədçilər günün istənilən saatında belə ani çıxışlara hazır olmalıdır. Sərhədçilər növbəli şəkildə günün istənilən saatında xidmət başındadılar. Ümumilikdə isə 6:00-da başlayan xidmət 22:00-a qədər davam edir. Yat komandasından əvvəl əsgərlər ölkədə baş verənlər haqqında məlumatlı olmaq üçün televiziyadan xəbərləri izləyir, ardınca isə gecə yoxlanışına düzülürlər. Artıq yat komandasının vaxtıdır. Beləcə bir sərhədçinin günü nizam, intizam, hazırlıq və vətənə xidmət ruhu ilə keçir.